Düzdür, yeniyetmələr biraz kitab qalında oxumağa ərinirlər, amma tövsiyə eləyirəm, məncə yeniyetmələr də oxusunlar. Mənim qızıma da aiddir. Elmi populyar kitabları oxumağı sevirəm. Yəni ən azından bilirəm ki, bu günlərdə şəxsi inkişaf kitablarını çox oxuyuram. Bəlkə sonra dəyişər fikrim, bilmirəm, amma hələlik yəni elə gedirəm. Amma klassikləri də çox sevirəm. Bu kitabları illər öncə oxumuşdum. Məsəl üçün Dostoyevskinin İdiot romanı. Yəni bu elə bir romandır ki, mən elə gəlir ki, 5 yaşında uşaq da bunu bilir əslində, yəni. Amma yəni bilməyənlər üçün qısa bir xatırlatma eləyim. Bəlkə marağınızı çəkər, oxumayanlar alıb oxuyamaq istəyərlər, oxuyarlar. Əsərimizin baş qəhrəmanının adı Knyaz Muşkindir. Knyaz Muşkin elə bir insandır ki, çox saf, təmiz. Elə bil ki, dünyada onun kimi saf, təmiz, xeyirxah insan tapmaq çox çətindir. Dostoyevski sanki onu elə göstərir əsərdə. Hamına qarşılıqsız sevgi ilə yanaşır, qarşılıqsız məhəbbətlə, mərhəmətlə. Lakin hər şeyin mənfəət, hərislik ilə qurulduğu cəmiyyət onu belə qəbul eləmirlər, yəni onun səmimiyyətini başa düşmürlər. Başlayırlar onu idiot adlandırmağa. Müəllif bu əsərlə göstərir ki, mənəviyyatını itirmiş bir dünyada təmiz qalmaq, hər kəsi xilas etməyə çalışmaq hardasa insanı sağalmaz bir tənhalığa aparır. Faciəyə sürükləyir. Əsər bizə mərhəmətin, saf sevgimizin nə qədər qiymətli olduğunu və eyni zamanda da müdafiəsiz olduğunu xatırladır. Bəli, bu kitab 150 il bundan qabaq yazılsa da, ona oxucu marağı heç vaxt azalmır. Əksinə daha da sevilərək oxunur.